Hər vaxtınız xeyir. Bəzən TikTokda, videolarda, yorum bölmələrində izləyicilər suallar verirlər və WhatsAppda da yazırlar. Tibb sahəsindən, yəni itlərlə əlaqədar həm tibb sahəsində, həm də təlimlə əlaqədar dərin suallar verirlər və onların bəzilərini mən bilmirəm. Və həmin insanlardan deyənlər olur ki, bəs sən yetişdiricisən deyə biz elə bildik ki, sən bunları bilirsən. Əslində bunları mənim bir çoxunu bilməməyim normaldır. Çünki siz demiş, mən damazlıqçıyam, mən Rottweiler yetişdiricisiyəm, mənim özümün öhdəliyim var. Mənim özümün üstümə düşən məsuliyyət Rottweilerin standartlarını daha yaxından bilmək və buna uyğun Rottweiler yetişdirmək və problemlərin qarşısını almaq üçün, o problemlərə gedib çatmamaq üçün necə qidalandırmaq, necə yetişdirmək lazımdır, bunları mən bilməliyəm. Mən baytar kimi, təlimçi kimi girib bütün dərinlikləri öyrənmək məcburiyyətində deyiləm. Əgər baytarlıq daha dərindən bir bizim işimiz olarsa da biz baytara deyirik ki, misal itimizdə problem var. İndi bizim itlərdə elə bir problem rast gəlmir ki, mən bir çox şey öyrənim. Klassik misal üçün təlimlə, tibb sahəsinə əlaqədar klassik şeylər var ki, onları biz də bilirik. Amma çox dərinə gedəndə hərənin öz sahəsi var. Mən onların işinə qarışa bilmərəm. Onlar da durub misal üçün Rottweilerin misal belə deyək də klinikada oturub Rottweilerin standartlarına yaxud başqa növün standartlarını oxuyası deyirlər. Onlara da lazım olan odur ki, mənim yanıma müxtəlif problemlərlə əlaqədar it gətirəcəklər. Mən bunun nətər öhdəsindən gəlməliyəm. Yəni hər şeyi yarımçıq qoymaq yaxşıdır. Hər şeydən biraz öyrənsən artıq sənin başın da qarşısıdır və işin yarımçıq qalasıdır. Bir şeyi tam biləndə sən artıq peşəkar olursan.